Blok imtahanlar üçün daha bir suala baxırıq. Limit mövzusuna aid bir sual. Limit x yaxınlaşır -3-ə və verilən deməli ifadədə bizdən limiti tapmağımızı istəyir. Yəni könül istər ki, aparıb burada birbaşa -3 yerinə yazaq. Ancaq orada deyək ki, məxrəc 0 olduğuna görə orada bir qeyri-müəyyənlik yaranır. Yəni mənası olmur. Məxrəc 0 olanda bilir ki, mənası yoxdur. Amma biz burada nə edə bilərik? Biz burada orta məxrəc edə bilərik təbii ki. Verilən funksiyada deyək ki, 1 bölək x üstəgəl 3 verilən ifadədə çıxaq 6 bölək 9 çıxaq x kvadratını elə yerində də belə yazıram. Bunu üstəgəl edirəm və burada x kvadratı çıxaq 9 yazıram. Çünki buradakı işarəni dəyişsəm qabağa mənfi çıxacaqdır. Mənfi çıxacağı halda buradakını üstəgəl edəcək. Yəni üstəgəl olacaq orada və bu bərabərdir. Bir dəqiqə. Bu bərabərdir nəyə? 1 bölək x üstəgəl 3 üstəgəl 6 bölək. Bunu da müxtəsərən açsam, x çıxaq 3, bir də x üstəgəl 3 olsa bərabərdir. Deməli, orta məxrəc çıxaq ki, x kvadratı çıxaq 9-un açılışı, yəni x çıxaq 3, x üstəgəl 3 olsa, burada nə olacaq? Bura minusu gələcək, birin hasili kimi, yəni birdən hasili kimi. Orada x çıxaq 3 olacaq. Daha sonra üstəgəl 6 olacaq. Bu da bərabərdir. 6-dan 3 çıxsam deyək ki, 3 eləyəcək, amma müsbət 3 təbii ki. X üstəgəl 3 yuxarıda, bir də x çıxaq 3, yenə x üstəgəl 3. Buradan x-lar gedəcək, plus 3-lər gedəcək, bərabərdir. 1 bölək x çıxaq 3 qalacaq. Bizdən limiti istəyirdi. Yəni limit aparıb qeyd eləsək, əgər limit x yaxınlaşır deyək ki, -3-dən 1 bölək x çıxaq 3. İndi aparıb -3 yerinə yazsam 0 olmayacaq və bu bərabər -6-da 1 olacaq. 17-ci sualda A variantı düzgün cavab.